Deməli, Yunis, Hı hı. Azərbaycan Respublikasının coğrafi mövqeyi haqqında danışsaq, ölkəmiz hansı istilik qurşağında yerləşir? İşğala Ölkəmiz gəlmir. İstilik deyirəm. istəyir uşağı elə mülayimə düşəcəkdir. Mülayim istilik qurşağında. Bəs işıqlama qurşağı olaraq hansı işıqlama qurşağında yerləşirik? Mülayimə yenə düşərik. Yenə dedik ki, bəli, mülayimdəyik. Neçə yarımkürədə yerləşirik? İki yarımkürə. Şimal, şərq. Şimal və Şərq yarımkürəsi. Bəs yaxşı, Azərbaycanın neçə ölkə ilə quru qonşuluğu var? E, Rusiya, Gürcüstan, Ermənistan, İran və Aha, Türkiyədir. bəli. Deməli, 5 ölkə ilə quru Beş ölkə. qonşuluğumuz var. Yalnız su qonşularımız, bax, yalnız su qonşularımız Türkmənistan, Qazaxıstan, Türkmənistan və deyirik ki, Qazaxıstan həm su, həm də quru qonşularımız İran, Rusiya, İran və dedik ki, bəli, Rusiyadır. Yaxşı, ölkəmizin şimal qonşusu hansı ölkədir? Rusiya. Rusiyadır. Yaxşı, Rusiya ilə sərhədimizin uzunluğu nə qədərdir? 391 metr olmalı. 391 kilometr deyəcəyik. Kilometr. Bəs Rusiya ilə sərhədimizdə yerləşən təbii coğrafi obyektlər, Böyük e, baş bazar düzüdür. baş Sudur su silsiləsi. ayırıcı silsilə, Baş tarixi. baş su ayırıcının Bazar düzü. ikinci adı nədir? E, Baş silsiləsi. Adı Baş yadımda. Qafqaz silsiləsi. Baş Qafqaz silsiləsi. Baş Qafqaz silsiləsi. Daha sonra gələcəyik. Orada hansı zirvə gəlir? Bazardüzü zirvəsidir. Sudur Sonra silsiləsi var. bir Bir də də Samur çayı. Samur çayı. Bunlar Rusiya ilə sərhədimizdəki təbii coğrafi obyektlərdir. Bəs Rusiya ilə sərhədimiz boyunca hansı inzibati rayonlarımız yerləşir? Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, Qəbələ. Oğuz, Qəbələ. Daha sonra Sonra düşəcəklər Qusara düşəcək, bir də Xaçmaza. bir də Xaçmaza düşəcəkdir. Doğru. Bizim Gürcüstan ilə sərhədimizin uzunluğu nə qədərdir? 476 471 kilometr. Gürcüstan 71. ilə sərhədimizdəki təbii coğrafi obyektlər. Gürcüstanla Candar göldür. Acınör, Ceylançöl, Alçaq dağlığı. Aha, Qarabağ, Qabırı, bir də Mazım çay. aha, doğrudur. Bəs yaxşı, Gürcüstan ilə sərhədimizdəki inzibati rayonlarımız. Burada da elə Balakən, Zaqatala, Qax, Samux, Tovuz, Qazax, Ağsafa. Qazax, Ağstafa. Demişdik ki, Rusiya ilə, Gürcüstanla sərhədimizdə hansı rayonları qeyd eləmirik? Sərhəd Şılar. hansı şular? Hə, hansı şıların sərhədi yoxdur Gürcüstanla sərhəddə? Bir çox hallarda abituriyentlər yanılır. Şəki və Şəmkir. Şəki və Şəmkirin Gürcüstanla sərhəd mövqeyi Yoxdur. yoxdur. Şəkinin sadəcə hansı ölkənin sərhəd mövqeyi var? Rusiya ilə mövqeyimiz var. Şəmkirin hansı bir ölkə çıxışı varmı bəs? Şəmkirinin heç ölkəyə çıxışı yoxdur. Yoxdur. Düzdür, bunu verməmişəm. Əslində sizə keçmişəm. İndi digər uşaqlara, yoldaşlara bu mövzunu hələ gəlməmişik. Amma sənə keçmişəm də. Sual vermək istəyirəm ona görə də. Deməli, bizim Rusiya ilə sərhəddimizdə hansı fiziki, coğrafi rayonlarımız var? Fizik coğrafi rayon Şəki, Zaqataladır, Yox, Qonaqkənddir. yox, yox, yox. Şəki-Zaqatala deyilən fiziki, coğrafi rayon var. Doğru. İqtisaddır. Hansı İbrahim? Samur dəvəsi, Qonaqkən, Zaqatala. Bir də Zaqatala. Bəli. Tamur Dəvəsi, Qonaqkən, bir də deyirik Zaqatalahıc fiziki coğrafi rayonları Rusiya ilə sərhəddimizdədir. Demək, 3 fiziki coğrafi rayonumuz. Bəs hansı iqtisadi rayonlarımızın Rusiya ilə qonşuluq mövqeyi var? Olacaq Şəki, Zaqatala. Bir də Bir də o hansı? Bu baxasını. Bir də Quba-Xaçmaz iqtisadi rayonunun deyirik ki, Rusiya ilə qonşuluq mövqeyi var. Yaxşı, Gürcüstan ilə, bax, Gürcüstan, diqqətli ol, yaxşı fikirləş. Gürcüstan ilə biz deyirik ki, sərhəddimizdə hansı fiziki coğrafi rayonlar var? hansı fizik coğrafi rayon? Ceylançıl Acınor olacaq. Bir, Düşəcək fizik coğrafi rayon kimi Gəncə olar. Gəncə yox, Gəncən Ermənistanla var. Hı.
Ceyrançıl Adlıoğlu. Qarabağ, İbrahim sen uzaqdan gəlir sən nəsə. Qanağa Ərisaylı var. Qanaq Qanaq Əlisay var, düz deyirsən. Başqa. Qazax Qarabağ və Zaqatala Lahıc. Demək, bizim Rusiya ilə sərhəddimizdə sadəcə bir vilayət var. Böyük Qafqaz vilayəti. Amma Gürcüstan ilə sərhəddimizdə iki vilayət var. Kür vilayətini, bir də Böyük Qafqaz vilayətini deyəcək ki, Gürcüstan ilə qonşuluq mövqeyi var. Deməli, Gürcüstan ilə sərhəddimizdəki Zaqatala Lahıcın dedik ki, çıxışı var da Gürcüstana. Ona görə deyirik ki, Gürcüstanla sərhəddimizdə Böyük Qafqaz vilayətinin çıxışı var. Yerdə qalan Qanaq Ərisay, Ceyrançöl Acınahur və Qazax Qarabağ fiziki coğrafi rayonları aiddir hansı vilayətə? Kür dağarası çökəklik vilayətinə. Yaxşı. Yaxşı, Yunus, frekanslarımı düzəlt, indi mən də görüm. Bəs iqtisadi rayon olaraq Gürcüstan ilə sərhəddimizdə hansı iqtisadi rayonları görürük? Qazax Tovuz olacaq. Bir, qəşəng. Şəki-Zaqatala yenə bir hissəsi. Bir də, Gəncə var. bir də Gəncə Daşkəsən. Bəli. Yəni, Şəki-Zaqatala, Gəncə Daşkəsən və Qazax Tovuz iqtisadi rayonlarının deyirik ki, Gürcüstan ilə sərhəd mövqeyi var. Ermənistanla sərhəddimizin uzunluğu nə qədərdir və Yunus? ən uzun onlandı 1005 kilometrdir. 1007. Nəsə bu gün elə bir ki, yaxşı yeməmiş yemək. Kilometrləri əzbərləməmişəm. Kilometrajlardan aparırıq. Deməli, 1007 kilometr. Bəs bizim Ermənistanla sərhəddimizdəki təbii coğrafi obyektlər hansılardır? Ermənistan olacaq, Şərqi Göyçə silsiləsi var. Var. Zəngəzur dərələri silsilələri, Qarabağ vulkanik yaylası, yazı Var. yaylası. Var. Qaldı yuxarı Və qaz. Murğuz. Murğuz və onun silsiləsi. aşağısında qalan Murğuzdan aşağıda Şahdağ. Şahdağ. Ay sağ ol. Düppədüz. Bəli, Murğuz, Şahdağ, Şərqi Göyçə silsiləsi, Qarabağ vulkanik yaylası, Qubadlıda yerləşən yazı yaylası, Naxçıvanda olan Zəngəzur və Dərələyəz silsilələri biz deyəcəyik ki, bizim Ermənistanın sərhəd mövqeyimizdədir. Yaxşı, Ermənistanla sərhəddimizdə olan inzibati rayonların ardıcıllığı. Ardıcıllıq. Biraz çox olacaq, amma deyəcəksən, bacararsansa. Onda belə oradan başlayır. Qazax Tovuz, Bəli. Gədəbəy, Qazax, Kəlbəcər Ağstafa sən neyinib? və Ağstafa da var. Qazax, Ağstafa, Tovuz, sonra. Gədəbəy düşəcək, Kəlbəcər, Laçın. Aha, Daşkəsən də var idi orada. var, bəli, Gədəbəy, Daşkəsən. Sonra Qubadlı, Zəngilandır. Abi, o Kəlbəcər, Laçın, sonra Qubadlı, Zəngiləndə. Onlar Deməli, gedir. oldu Qazax, Tovuz. Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Daşkəsən. Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan. Keç Naxçıvana, bax, düz deməsən İbrahim xətindəyəcək. Sədərək, Şərur, Kəngərli, Babək, Culfa, Orada Şahbuz, sonra Culfa Şahbuz. və gəldik. Ordubada gələcək. Ordubada. Ay, sağ ol, oldu bizim Ermənistana. Bizim Ermənistanla sərhəddimizdə olan fiziki coğrafi rayonlarımız. Fizik coğrafi. Fizik coğrafi. Bir Qarabağ vulkanik yaylası düşəcək. Bir, Naxçıvan düşəcək. iki. Naxçıvan vilayət olaraq düşür. Naxçıvan hansı fiziki coğrafi rayonları var? Gündüz qalxsın. Bir də Şəhər Ordubad. Şəhər ikisi də düşür Ermənistanın sərhəddə. Şəhər Ordubad da düşür. Günüt Qapıcıq fiziki coğrafi rayonları da düşür. Sonra Gəncə. Gəncə düşəcək. Sonra Şərqi Zəngəzur. Acınolu düşər də. Acınolu Ceylançı. Abi, zor yerində harada qaldı? Bax, şu deyim, yuxarıca Aynen, oldu. yuxarıda qaldı. Gürcüstanla sərhəddədir o. Bəli. Bax, Başqa. başqa yerindəki Qazax Qarabağ fiziki coğrafi rayonu düşür. Həkər var. Həkər. Həkəri də var, bəli. Qazax Qarabağ, Gəncə, vulkanik yayla, Qarabağ sıra dağları, Həkəri, Gündüz Qapıcıq və Şəhər Ordubad fiziki coğrafi rayonlarının Ermənistana çıxışı var. Deməli, bax, diqqətli olun. Ermənistanla sərhəddimizdə 3 vilayət var. Kürdağarat çökəklik vilayəti, hansı ki, Kürdağarat çökəklik vilayətindən Qazax Qarabağ qeyd edirik. Kiçik Qafqaz vilayətinin bütün fiziki coğrafi rayonlarının Ermənistana çıxışı var. Bir də
Orta Araz vilayəti. Yəni Naxçıvan vilayətinin iki fiziki coğrafi rayonunun ikisinin də Ermənistanla sərhəd mövqeyi var. Yaxşı. Gəldi digər məqama. Bəs hansı iqtisadi rayonların Ermənistanla sərhəd mövqeyi var? İqtisadi rayon kimi. Bu dəfə Naxçıvan düşəcək. Naxçıvan, bəli, yəni bir dənə Naxçıvan bütöv getdi. Naxçıvan iqtisadi rayonu, sonra Şərqi Zəngəzur, Şərqi Zəngəzur, sonra Gəncə Daşkəsən düşər. Gəncə Daşkəsən və onun Yalnız qaldı. yanında olan Qazax Tovuz Qazax iqtisadi Tovuz. rayonları. 4 iqtisadi rayonun Qazax Tovuz, Gəncə Daşkəsən, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarının bilməlisiniz ki, Ermənistanla sərhəd mövqeyi var. Yaxşı. Sonra gəldik digər məqama. Bizim Türkiyə ilə sərhədimizin uzunluğu nə qədərdir? 15 kilometrdir. 13-15 kilometrdir. Hardan keçir? Sədərəkdən. Sədərəkdən keçir. Düz deyirsən, Sədərək qalxmasından və Sədərək inzibati rayonundan. Sədərək rayonu da ölkəmizin yeganə rayonudur ki, 3 ölkə ilə həmsərhəd. 3 ölkə ilə həmsərhəd. Hansı ölkələrdən söhbət gedir? İran, Türkiyə, Ermənistan. Bəli, İran, Türkiyə və Ermənistanla. Bəs bizim İranla sərhədimizin uzunluğu nə qədərdir? Kilometrlər tam əzbərləmədim. 700. 65. Bəli, düz deyirsən Nilüfər. 765 kilometrdir. Bizim İranla sərhədimizdə olan təbii coğrafi obyektlər hansılardır? Araz çaydır, Bolqar çay, bir də Astara çay. Muğan düzü, Talış silsiləsi. Muğan düzü, Talış silsiləsi. Doğru deyirsən. Bir də dedik ki, Arazboyu düzənliklər var idi da İranla sərhədimizdə. Biz Arazboyu düzənliklərini neçə yerə bölürük? Aşağı Arazboyu var, orta Arazboyu. Orta Arazboyu var, aferin. Aşağı Arazboyuya hansı düzənliklər aiddir? Cəyən İncə hərəmi. Cəyən İncə hərəmi, düz deyirsən. Bəs Orta Arazboyuya? Orada düşəcək Sədərək, Şərur, Böyükdüz, Naxçıvan düzü, Gülüstan, Yaycı, Ordubad. Ordubad düzü, mükəmməlsən. Bəli, bunlar deyəcək ki, Orta Arazboyuda yerləşən düzənliklərdir ki, İranla sərhəd mövqeyimizədir. İndi bizim İranla sərhədimizdə olan fiziki, coğrafi rayonlarımız. Fiziki coğrafi rayon kimi elə Naxçıvan özü düşəcək. Naxçıvan bütöv getmir axı. Deyəcək Naxçıvanın hansı İbrahim? Şərur Ordubad. Şərur Ordubad fiziki coğrafi rayonu. Bəli, sonra Fiziki rayon kimi başqa. və bu tərəfə Həkəri fiziki coğrafi rayonu. Həkərinin şərqində Orta Araz, aşağı Araz. Arazboyu. Araz. Arazboyu fiziki coğrafi rayonu. Onun da şərqində gələcək Mərkəzi Aran, yəni Kür-Araz fiziki coğrafi rayonu. Düşəcəm aşağı Talış dağları və Lənkəran ovalığı fiziki coğrafi rayonları. Demək, Araz çayı sahilində, Araz çayı İranla sərhəd mövqeyimizdə Lənkəran ovalığı, Talış dağları, Mərkəzi Aran, yəni Kür-Araz, Arazboyu, Həkkəri, Şərur Ordubad fiziki coğrafi rayonlarının qonşuluq mövqeyi var. Diqqət olduq. İndi gələk iqtisadi rayonlara. İranla sərhədimizdə olan iqtisadi rayonlar. Naxçıvan, Şərqi Zəngəzur düşəcək. Qarabağda düşər. Bəli, Füzuliyə görə Qarabağ, sonra Ondan sonrası Milmuğan, sonra Milmuğan yanında hansıdır? Birasuvar. Harası iqtisadi rayona düşür? Şirvan, Salyan və gələcək Lənkəran, Astara iqtisadi rayonu. Bizim İranla sərhədimizdə Lənkəran, Astara, Şirvan, Salyan, Milmuğan, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan iqtisadi rayonlarının qonşu mövqeyi. Yəni 6 iqtisadi rayonumuz İranla məhz sərhəd mövqeyindədir. Diqqətli olmalısınız. Və həmçinin bizim İranla sərhədimiz boyu 3 tektonik zona yerləşir. Hansı tektonik zonaları görürük İranla sərhədimiz boyunca? Həm Kiçik Qafqaz qalxmasını görəcəyik. Görərik. Kür tektonik əyilməsini də görərik. Bir də Orta Araz boyu çökmə. Bəli, Orta Araz əyilməsi. Orta Araz əyilməsi, yəni Araz tektonik əyilməsi tektonik zonasında hansı ərazilərimiz yerləşir, Yunis? Orada elə bəxş saydığımız düzlərdir. Sədərək, Şərur. Sədərək, Şərur, sonra Böyükdüz, Naxçıvan düzü. Bu 4 dənə düzənliyimiz Araz tektonik əyilməsindədir. Və həm də İranla sərhəd mövqeyimizdədir.
Bəs yaxşı, Gülüstan, Yaycı, Ordubad düzləri hansı Onlar tektonik zonada yerləşir? Kiçik Qafqaz tektonik qalxmasındadır. Aha, aşağı Araz boyunda olan Gəyən, İncə, Hərəmi düzləri hansı tektonik zonada yerləşir? Kür tektonik çökməsidir. İki tektonik çökməsi, yəni Əyilməsi. tektonik əyilməsindədir. Bəli. Bəs yaxşı, Talış dağları hansı tektonik zonadır? Kiçik Qafqaz qalxması. Lənkəran ovalığı hansı tektonik zonadır? O kür tektonik əyilmədir. Əyilməsidir. Aferin. Yaxşı, Talış dağları hansı silsilələrdən ibarətdir? Buravar, Peştəsər, Talış. Brovar, Peştəsər və Talış. Talış dağlarının ən hündür zirvəsi 2499 Kömürköy. 1493 Kömürköy. Kömürköy. İkinci ən hündür zirvə 2433 Qızıyurdu. Qızıyurdu. Kömürköy və Qızıyurdu Talış dağlarının hansı silsiləsində yerləşir? Talış silsiləsidir. Hansı rayonda? Lerikdə. Lerikdə bizim hansı mineral bulağımız var? Bülüdül. Bülüdül. Bülüdül mineral bulağımız var. Yaxşı, Lerikdə bizim hansı yasaqlığımız var? O Zuantdır. Bir də Rıvarı. Ruvaruddur. Bəli. Yaxşı, Lerikdə bizim hansı mağaramız var? Üzeyir buradadır. Uzeyir, bəli. Yaxşı, Talış dağlarının sadəcə dedik Talış silsiləsi İranla sərhəddədir. sərhəd mövqeyindədir. Yaxşı, biz Talış dağlarının hansı dövrün süxurlarını görəcəyik? Paleogen də var, Və Neogen də var. Neogen, Paleogen və Neogen birgə adlanır. Üçüncü dövr. Üçüncü dövr adlanır. Biz Talış dağlarının üçüncü dövrün maqmatik və çökmə süxurlarına rast gələ bilirikmi? Bəli, bəli. Eyni buna bənzər olan başqa hansı silsiləni tanıyırıq? Zəngəzur silsiləsi. Zəngəzur silsiləsini tanıyırıq. Aferin. Lənkəran ovalığında hansı dövrün süxurlarıdır? Dördüncü dövr çökmə süxurları. Çökmə süxurlarıdır. Biz Lənkəran ovalığında gətirmə konusu görə bilərikmi? Lənkəran ovalında bəli, Talış dağlarına Ümumiyyətlə keçir. bizim cənub bölgəmizdə hansı çaylar tanıyırıq? Cənub bölgəmizdə Araz çayı var. Lənkəran ərazisində Bolqar Bəli, çayı, bəli. Bilək. Astaraydı, Təngərüd, Aha. Lənkəran çayı, Bilək çayı, Bolqar çayı. Ay, biz bu çayları məhz görə bilərik. Bunlardan birbaşa Xəzərə tökülməyən hansıdır? Bolqar çayı Xəzərə tökülmür ki. Hara tökülür? O gedir, har yesə gölə tökülür. Elə bir şeydir. Hansı rayondaydı o göl? İmişli. Deməli deyirik ki, Biləsuvarda olan Mahmud Sala gölünə tökülür. Elə bir şeydir mən. Mahmud Sala. Bunlardan hansıdır ki, Şindan qalasından başlayır? Hansı qala? Astara çayıdır, Bir də onun yanında olan Təngərüd. Əngərud çayıdır. Yaxşı. Yəni biz Lənkəran ovalını gətirmə konusu görə bilərik dedik. Bir də bunlarla sənə soruşum, keçim İbrahimə. Deməli bizim Lənkəranda hansı mineral bulaqlarımız var? Lənkəranın özündə var, İstisu meşəsi. Aha. Bizim Astarada hansı mineral bulağımız var? Aşağı Qalaltı idi. Aşağı Ağkörpü və İstisu yenə. İstisu. Bizim Masallıda hansı mineral bulaqlarımız var? Domuzu Təndi. Sonra Ərkivan. Ərkivan, Ərkivan. sonra İstisu var, Qotursu var. bəli, İstisu var, bir də Qotur su. Bu adlarını çəkdiyimiz mineral bulaqlar hansı tektonik zonada yerləşir? Kiçik Qafqaz qalxmasında. Bəli, çünki Talış dağlarının ətəklərində yerləşən deyirik ki, mineral bulaqlardır və bunlar hamısı Kiçik Qafqaz tektonik qalxmasındadır. Sualım sənə budur. Ümumiyyətlə ölkəmizdə neçə tektonik zona var? 5. Hansılardır? Deməli, Ön Qafqaz əyilməsidir, Kür tektonik əyilməsidir, Orta Araz əyilməsidir, Böyük Qafqaz qalxması, Kiçik Qafqaz qalxması, İki tektonik zonanın sərhədində nələr müşahidə edə bilərik? sınmalar, Təbii ki, sınmalar var və nələr özünü göstərir? mineral bulaqlar da vardır, sürüşmə Mineral vardır. yaxın yerləşir, sonra Sürüşmə var bu yerlərdə. daha aktivdir, sonra Başqa yamazlar o ərazidə necə olur? dik. Dik və meyilli olur, sıldırımlı olur. Deməli, iki tektonik zonanın sərhəddi seismik cəhətdən daha aktiv olur. Həmçinin yamazlar dik və sıldırımlı olur, meyillik daha çox olur. Həmçinin mineral bulaqlar səthə çıxır. Ölkəmizdə 8-9 bal gücündə
Zəlzələlər müşahidə oluna biləcək ərazilər hansılardır? Qapçıq ətrafı idi. E, Sonra. Belə idi o. Şamaxı İsmayıllıdır. Görüntülər açaq gəlir. Görüntülər açın zəhmət olmasın. Hə? Gəncə Daşkəsən ətrafıdır. Şamaxı İsmayıllı bir də Qapçıq ətrafı. Bir də deyirik ki, belə Qapıcıq ətrafı ərazilərdə biz seysmiklik daha aktiv. Yəni ümumiyyətlə Azərbaycan Respublikası seysmik cəhətdən aktivdir. Çünki Azərbaycan hansı geosignal quşaqda yerləşir? Alp-Himalay Bəli, Alt-Malay geosignal quşağı konvergent yoxsa divergent zonadır. konvergent. Konvergentin hansı növüdür? Növ. Biz Növləndi. demişdik də, Toqquşmalar. Evet. hə, İbrahimdə görüm. Ərəbistanla da Avrasiya tavasını toqquşmuş. Toqquşma zonasındayıq ki, iki materik tipi tavanın toqquşma zonasına adlanır. Kolizya. Böyle düz deyirsən, kolliziya zonası. Amma biri materik, biri okean tipi tava olanda Sublimasiya. subduksiya zonası. Bəli, kimlər ki subduksiya dedi, doğru deyir. Subduksiya zonası. İndi Azərbaycan kolliziya zonasında, yəni konvergent zonada, Alp-Himalay geosignal quşağında yerləşdiyinə görə zaten seysmik cəhətdən aktiv. Amma qeyd etdiyimiz 8-9 bal düzlüyündə olan zəlzələlər oluyor. Daha da yəni seysmik cəhətdən aktiv olan ərazilərimizdir. Yunus, təşəkkür edirəm. Tamam. Aha, indi inanıram ki, ikinci qəbulda 27-nin üzərində olacaq nəticəmiz. 30 olmalıdır da. İnşallah. Bu İnşallah. Azərbaycandan sual düşmədi də deyəsən. Niyə 8 dənə sual var Azərbaycandan? Da nə istəyirsən? Mən az deyə gərək çox düşər. İndi düşündüm, bəlkə nə bilmə, bəlkə ikinci də açıq sözü. Ümumiyyətlə sualları işlədikdən, bax belə deyək də, bax bu qədər xırdaqlara getmişik də, bir rahatlıq oldu, yoxsa sualları işləyib çətinlik çəkdin? Rahatlıq deməli, mənim səhvlərim də adi yerlərdən çıxıyor. Biraz başım ağrıyırdı. O həqiqi soruşmadım, o 3 dənə səhv haradan gəlib sənə? Deyə bilmərəm. Deyiləcək elə. Bu əxalat məsələsində 3.6-nı 2-yə bölmüşəm, 1.3 yazmışam. Elə məsələ. Vay indi, sən indi. Seyf ki, uzaqdasın ay. Yaxşı, exolot səhvlərim sonra. Bu Apallaçı tək herisinə yazdım. Herisin kanetan. Apalos olmadı, Skandinaviya dağlar olar. Skandinaviya idi. Öz Yəni demişdik biz onu Kaledon Hessin, aha. Sonra Overset yadımda da yardım. primitiv səhvlərdir, primitiv. Anladım. Skandinaviyanı təhsil Kaledona götürüb ya Kaledon heçsinə. İkisinə də. İkisi də olur. Ha. Skandinaviya, Kaledon və Hessin davam edə gəlməsi deyirik də. Hı -hı. Bu belə. Ha İbrahim, gəl görüm. Gəl görüm sən nə eləmişsən ha İbrahim. Məndə 27 oldu. Məndə o səhv idi. Mən ikisini də yazmışdım, elə bildim səhvdir. Yo, 27 sayı alam. 27 bir dənə də artıq oldu 27. Demək 30 riyaziyyat, 27 coğrafi, 26 tarix. Bəli. Tarixlə pis vurdular da sizi. Tarixdə çox mumlarıq elədilər. Zaten Bunkerdə olan müəllimin hər tərəfi yad elədilər. Yaxşı. Amma həqiqətən də yəni çox insafsız yanaşma idi. Əslində keçən ildə coğrafiyanın başını boylatmışdılar. Keçənki coğrafiya suallarını görsəz həqiqətən də çox belə elə buna bənzər tipdə suallar var idi. Amma bu ilki coğrafiya sualları həqiqətən rahat idi. Və həqiqətən biz bu tip suallar çox işlədik. Birinci qəbulda həqiqətən bu tip suallar çox işlədik. Çünki mən düşünürəm ki, yəni sizlərə rahat gəlməli idi bu sual. Yəni qeyri-adi bir sual yox idi. Bax bir dənə sual var orada. O çay məsələsi var. Deyir ki, mənbəyində 1,8 dərəcə, mənsəbində 24,1 nə qədərsə temperaturdur və uzunluğu 250 km olan çayın deyir, dərəsində bərk süxurlar. Orada onu hesablamaq ehtiyac yox idi ki, elə o bərk süxur söhbətini tutmalıdır ki, bu dağ çayıdır. Çünki düzənlik sayılarında çökmə süxurlar əsas üstünlüyü təşkil edir də. Elə orada o sən o bərk süxurdan onun dağ çayı olduğunu tutub rahat yaza bilərdi. Yəni şeylər, variantlar da rahat idi. Yəni sualların qoyuluşu da rahat idi. Əslində prosto məsələn elə abituriyentlər var ki, deyir ki, müəllim deyir, tarixi gördük. Yəni ondan sonra deyir aləm dəydi bir-birinə. Yəni deyir məsələn bir asan deyib tarixdən başladıq. Keçdik ki, birinci tarixi işləyək, sonra keçək coğrafiya və riyaziyyata.
Diyor tarix işlət, tarixdə çətin gəldik bizə. Fikirləşdik ki, coğrafiya və riyaziyyat gündə da nə vəziyyətdədir. Diyor daha da strese düşdük. Bildiyimizi də unutduq. Yəni nə bilim, nə deyim, Allah insaf versin. İnanıram ki, ikinci imtahanda belə bir hokka verməzlər və hər şey sizin könlünüzcə, ürəyinizcə olar və həqiqətən çəkdiyiniz əziyyətin qarşılığını görərsiniz. Davam edək biz İbrahim. Deməli, gələk sizin elinizə, obanıza. Bizim deyə bilərikmi ki, siz elə obaya gəlməmişsin qabaq, bayaq əslində Yunusdan soruşmadım. Bizim bu Tarış dağlarını paralel yerləşən bir kiçik silsiləmiz var. Bilmirəm. Dizloridir. Düzdə Dizlori oyun. 1056. Bəli, 1056 Doğru. düzdə oyunda. Aysu, düz deyirsiniz. Gələk yaxşı. İndi sizin elinizə obanı təzə gəlmiş olar. Deyirik ki, Naxçıvan əsas silsilələri hansılardır? Zəngəzurla Dərədəzi. Zəngəzur və Dərəli. Zəngəzur silsiləsi hansı inzibati rayonların ərazisinə düşür? Bizdə Ordubaddır, Culfadır, bir də Şahbuza düşür. Və Şahbuza düşür. Ən hündür zirvəsi 3900 qapçıq. Qapıcı. İkinci ən hündür zirvəsi, Qazancöl dağıdır. O bəli, burada da. o da hündürlüyü 3829. 3829. Hər iki zirvə hansı rayonumuzun ərazisindədir? Şahbuzdadır. Yo, diqqətli ol. Ordubad. Ordubad inzibati rayonundadır. Ordubad. Bəs yaxşı, Zəngəzur deyəndə ağla hansı aşırım gəlir? Sənəkdir, hə, bir sənək. Bitənək. Hündürlüyü nə qədərdir bitənək aşırımının? 2346. 2346 metr. Hansı rayonda yerləşir? Şahbuzdadır. Şahbuzdadır. Şahbuz deyəndə ağlımıza hansı mineral bulaq gəlməlidir? Badamdır. Badamlı gəlməlidir. Şahbuz deyəndə ağlımıza hansı göllər gəlməlidir? Göy gölüydü də. Yox, Qanlı gölüydü. Bir də orada üzən ada var deyirlər. Bir Naxçıvan Hansı? olub dəqiq bunun üzərində. Bu da ilişməyimizə baxsın. Batabatdır. Batabat, bəli. Hayır, Batalakı. Batabat və Qanlı göl. Batabat və Qanlı gölün mənşəyi nədir? Şeydir də. Uçqun, hə. Uçqun bənd mənşəlidir. Yaxşı, hansı landşaftda yerləşir Batabat və Qanlı göl? Onlar soyuqdadır da. Hansı yox da? İşte yay quraq keçən. Yay quraqların soyuq iqlim yarının tipindədirlər və hansı landşafta düşürlər? Şey, dağ çəmən landşaftı. Ağçəmən landşaftına düşürlər. Doğrudur. Batabatdan hansı məşhur çay başlayır? Naxçıvan çayıdır. Naxçıvan Qanlı çay. Qanlı göldən isə Onun kolu vardı. hansı? Düz Tükü deyil. deyil. Tükü çay. Yaxşı. Sonra bəs biz elə mineral bulaqdan da demişkən, Babək rayonunda hansı mineral bulaqlarımız var? Sirafla Vayxır. Qirab Bayxır. Culfada isə Darı dağdır. Darı dağdır. Dərələyə silsiləsinin ən hündür zirvəsi Bu dağ 3120. 3120 Küküdağ. Hansı ki Küküdağ zirvəsi hansı rayonumuzda yerləşir? Şərurda. Deyirik ki, yerləşir məhz Şahbuzda. Şahbuz rayonunda. Hətta mən sizə Dərələyəzin ikinci ən hündür zirvəsinin adını da demişdim. Keçəldə adı Keçəldə nə qədər? 3118. 3118 metr. Hətta mən sizə Zəngəzurun üçüncü ən hündür zirvəsini də demişdim. Yağlıydı, nə edelim? Yağlı dərə, ay sağ ol. 3825 metr. Yaxşı. Ümumiyyətlə, Dərələyəz hansı rayonların ərazisində düşür? Dərələyə Sədərəkdir, Şərurdur, Kəngərlidir. Biraz da Evet. Şahbuzdur. Şahbuz, Babək, Kəngərli, Şərur rayonları ərazisində düşür. Şərurda bizim hansı kiçik silsiləmiz var? İstəyirlər bilmirəm. Dəhnədir. Dəhnə. Bəs Sarı Dərə hansı rayonumuzdadır? Ordubadda. Urfadaydı, Ordu. Ordubadda. Dəmirli dağ və Darı dağ silsilələri O düşəcək. Dağda Zulfadaydı da. Zulfadadır. İkisi də Zulfadadır. Küküdağ və Süsəndağ Şahbuzda. Qafbuzdadır. Ənzəbürd Kəngərli. Kəngərlidədir. Duzdağ, O da düşəcək. Babəyə. bu da düşəcək Babək rayonuna. Bu bizim gənclər Naxçıvan bölgəsində olan kiçik silsilələrimizdir.
Hə deyəsən müəllim düşə bilər bizim qəlbimizə? Düşər. Niyə düşməz? Çünki dərslikdə var. Bu məlumatlar dərslikdə verildiyi üçün düşə bilər. Ona görə də üzərinə dayanırıq. Bəz yorucu ola bilər, bəz çox xırdaslıq ola bilər, amma düşə bilər. Ona görə də yadda saxlamaqda fayda var. Təbii ki, diqqətli olun. Elə deməli, Zəhmətomuz orta araz boyda yerləşən düzənlikləri yenidən say, İbrahim. Sədərək düzüdür, Şərur düzüdür, Böyük düzdür, Naxçıvan düzüdür, Gürcüstan yaycı Orduba. Ay, sağ ol. Dedik bunlardan hansı araz tektonik əyilməsində yerləşir? Şeydə Sədərəkdir, Şərurdur, Böyük düzdür, Naxçıvandır. Ay, yaşa. Gürcüstan yayıcı Orduba isə O Kiçik Qafqaz qalxması. Kiçik Qafqaz tektonik qalxmasındadır. Elə Naxçıvan demişkən, mən iqlimdə demişəm axı Naxçıvanı. Naxçıvanın yüksək dağlıq ərazilərində günəş radiasiyasının miqdarı nə qədərdir? 160 kilokaloridir. 150, 160. Ölkəmizin ən yüksək radiasiyasını burada görə bilərik. 150, 160 kilokalori. Bəs yaxşı, Naxçıvanın alçaq dağlıq və orta dağlıq ərazilərində radiasiya miqdarı nə qədərdir? 145-150-dir. 145-150 kilokalori. Mükəmməlsən. Bəs yaxşı, Naxçıvanın yüksək dağlığında günəşli saatların miqdarı nə qədərdir? O 2600. Burada 2900-dür. Yox, yox, o 2900-ü harda görəcəyik? Naxçıvanın Araz boyu düzənlik. Arazboyu düzənliklərində görəcəyik. Ölkəmizdə ən çox günəş saatları miqdarı bəli, Arazboyu düzənliklərdədir. Amma Naxçıvanın yüksək dağlığında isə deyəcəyik ki, 2400-2600 saatdır. Bəs səncə Naxçıvanda hansı ərazilər külək elektrik stansiyası üçün daha yüksək potensiala malikdir? Bu da dərslikdə var, ona görə soruşuram. Elə elektrik üçün. Elə deyəcəyik ki, Para. Zəngəzur və Dərələyəs silsiləsi. Ümumiyyətcə ölkəmizdə Qobustan, Abşeron, Ceyrançöl, Acınohur, vulkanik yayla, Zəngəzur və Dərələyəs silsilələri külək elektrik stansiyası üçün potensialı yüksək olan ərazilərdir. Hara oldu? Qobustan, Abşeron, Ceyrançöl, Acınohur, vulkanik yayla, Zəngəzur və Dərələyəs silsiləsi külək elektrik stansiyası üçün potensialı yüksək olan ərazilərimizdir. Arazboyu düzənliklərdə isə günəş elektrik stansiyası üçün potensialı yüksəkdir. Çünki günəş saatları miqdarı ən yüksək məhz bu ərazilərdədir. Naxçıvan arazboyu düzənliklərində əkinçilik var. Var da. Hansı Yoxdur. əkinçilikdir? Burada suvarma əkinçiliyi. Suvarma əkinçiliyi necə adlanır? İrrigasiya. 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 Bəs təbii düşən yağıntı hesabına olsaydı, Əmiyə əkinçiliyi. dəmiyə əkinçiliyidir. Bəs yaxşı, deyə bilərikmi ki, Naxçıvanda Araz çayının sahilindən üzü Qapıcığa doğru hansı iqlim yarım tipləri var? Birinci qışı soyuq keçən yarım səhra quru çöldür. Sonra? Sonra dağ çöldür. Yox, iqlimlər dedik. Qışı soyuq keçən yarım səhra quru çöldən sonra nə gələcək? Sonra soyuq gəldi. Hansı soyuq? Bəyək demişdik. Yay quraq keçən soyuq. Yay quraq keçən soyuq. Sonra? Sonra da zirvələrdə dağ tundra gəlir. Dağ tundra. Naxçıvanda dağ tundra hansı hündürlükdən başlayır? 3200 idi. 3200-dən başladığı üçün ancaq hansı silsilədə görürük? Zəngəzur. Zəngəzur silsiləsində görürük. Dağ tundra daxilində hansı landşaft formalaşır? Subnival Nival. Subnival və Nival. Yaxşı, bəs Naxçıvanda yayı quraq keçən soyuq iqlim yarım tipi daxilində hansı landşaftlar formalaşıb? Subalp bir də Alp. Subalp, Subalp. Alp sonra. Dağçəmən landşaft. Subalp, Abzadın Dağçəməndir. Aha, sonra. Dağçəməndə dağ çöldür. Dağ çöl də var. Bir də tala şəklində nə var? Dağ meşə. Dağ meşə və dağ meşənin əvəz edən burada Dağ xüsusiyyəti. dağ ksilofit. Deməli, yadda saxlayın. Naxçıvanda yayı quraq keçən soyuq iqlim yarım tipi daxilində həm Alp, həm subalp, həm deyəcək ki, dağ ksilofit, həm dağ çöl, həm də deyəcək ki, tala şəklində dağ meşə landşaftı yayılıb. Və burada tala şəklində olan dağ meşənin olduğu yerlərdə hansı torpağı görürük? Qara torpaqda. Qara. Yox. Qara torpaq yox Naxçıvanda.
Adı başqa cürdür yəni. Yox, sən bu dəqiqə nə gəlsən? Dağçamendəki torpaq deyirsən. Bəli, Daxçamanda. Qəhvəyi Düz değildi. deyirsən Nilüfer. Bəli, qəhvəyi torpaqlar. Normalda meşələrimizdə ya qəhvəyi deyə qonurdu. Düzdür, bir də Tarış dağlarına sarı dağ meşə torpaqları var. Deyəcək ki, burada qonur dağ meşə torpaqları yoxdur. Tala şəklində elə qəhvəyi dağ meşə torpaqlarına rast gəlirik. Yaxşı. Bir də Yunusun ağlına gələn o idi ki, burada bəli, Dağçəməndə heç yanında olmayan bir torpaq növü var. Bozqır Dağçəmən torpaqları. Onu düşünürdü. Bir də indi qışı soyuq keçən yarım səhər Quruçöl daxilində həm yarım səhər, həm də Quruçöl landşaftına rast gələ bilərik. Bir də yadınıza saxlayın ki, burada Quruçöl landşaftı 1000 metrə qədər davam edə bilir. Normalda 600-700 metrə qədər olduğu halda burada 1000 metrə qədər görə bilirik. Sonra Naxçıvanda yüksək dalığa doğru yağıntı necə dəyişir? Artır da Naxçıvanda. Hündürlüyə doğru Neçə millimetrə yağıntı. qədər? Neçə nə qədər? Neçə millimetrə qədər dəyişir yağıntı? Nə qədər çatırdı yəni. 1000 millimetrə qədər. Artıq 700, 800, 900 bu civarda maksimal yağıntı düşür deyəcəyik. O da yüksək dalıq ərazilərinə doğru deyəcək ki, artır. Bu belə. Mənə Naxçıvanda filiz faydalı qazıntı lazımdır, İbrahim. Metal lazım. Naxçıvanda filiz var. Burada polimetal var idi, molibden var idi. Aha, polimetal hardan tapa bilərəm? Şərurda Gümüşlü. Şərurda Gümüşlü. Demək, Gümüşlü yatağı hansı silsilədə yerləşir? Gümüşlü də o dərədə yazdı. Dərələz. O zaman səncə Gümüşlü yatağın olduğu yerdə hansı iqlimdir? Soyuq. Soyuq deyəndə Yay quraq keçən soyuq. yay quraq keçən Yay soyuq. quraq keçən soyuq. Mənə lazımdır. Polimetal. O da Ordubadda molibden. molibden Ordubadda Paraqçay deyəsən. Ordubadda Paraqaçay və Diyaqçay. Bəs yaxşı, Paraqaçay, Diyaqçay hansı çayın hövzəsidir? Ordubad çayı. Ordubadda olan digər çay var. Qidalanması da digərlərindən fərqlənirdi. Gilan çayı. Gilan çay. Ay, sağ ol. Bəli, deyəcək ki, Gilan çayı məhz hövzəsidir. Paraqaçay və Diyaqçay. Deməli, mis molibden yataqları Gilan çayın hövzəsində yerləşir. O da elə yayı quraq keçən soyuq iqlim yarım tipi daxilindədir. Paraqaçay, Diyaqçay yataqları və eyni zamanda deyirik ki, Zəngəzur silsiləsindədir. Amma Naxçıvanda əziz yoldaşlar, bilməlisiniz ki, məhz molibdenlə yanaşı mis də çıxır. Mis molibden bu yataq birgə istismar olunur. Eyni zamanda Ordubadda və Culfada bizim qızıl yataqlarımız da var. Hətta Ordubadda polimetal yatağımız da var, Ağdərə yatağı. Və həm də deyirik ki, Culfada bizim civə yatağımız var. Dağ, Kəsəndağ yatağı, bəli. Kəsəndağdır. Kəsəndağdır. Bəs yaxşı, bizim bizim Naxçıvanda hansı qeyri-filiz faydalı qazıntılarımız var bəs? Daş tuz var idi. Nehrəmdə daş tuzu. Aha, Sonra dolomit var idi Nehrəmdə. aha, Sonra travertin var idi. aradı. Şah taxtındaydı. Aha, Kəngəllidə. o da hansı? Kəngəllidə. Kəngəllidə. Bəli, Kəngəllidə şahtaxtı yatağı bizim traverti yatağımızdır. Travertin hansı sənayedə istifadə olunur? Tikintidir. İkinci sənayesində, bəli. Daş duz dedik hara var? Nehrəmdə. Bir də Duzdağda. Nehrəmdə, bəli, deyəcək ki, Duzdağda. Yəni hansı rayon ərazisində? Babək. Babək rayon ərazisində görəcəyik. Doğrudur. Sənə bu sualı da verim. Mərmər də var da burada. Nə? Mərmər. Mərmər. Mərmər haradır? Şərurda. Hansı mərmərdir? Qara. Bəli, qara mərməri görəcəyik. Və mərmərdir, travertindir. Bunlar hamısı bildiyiniz kimi tikinti sənayesində istifadə olunan faydalı qazıntılardır. Demək, bizim Naxçıvanda, yəni Orta Araz vilayətində həm filiz, həm də qeyri-filiz faydalı qazıntılarımız var. Bəs Lənkəran vilayətində ümumiyyətcə faydalı qazıntı qeyd edirikmi? Yoxdur. Demirik. Lənkəran vilayətində, Talış dağlarında, tala şəklində hansı iqlim yarım tiplərini görə bilərik? Yarım şəhra idi. Qışı Hansı quraq. yarım səhra? Qışı soyuq, yarım səhər quru. Mülayim, həqiq soyuq. Ha.
Qışı soyuq keçən yarımsərə quru çöl var. Sonra Bir də yayı quraq, qışı quraq, soyuqdur. deyirəm İbrahim. Qınamayın. Mülayimsiz Yunus bir vardı. tərəfli deyə coşur. Aha. Başqa tala şəklində nələr var idi? Hansı iqlim yarım tiplər var? Ünlü o xeyr. Yaxşı Yunus gəl kömək elə gəl. Mən indi. Tala Mən şəklində. indi. Əgər özün nə nasıl qoyursan deyirəm. De görüm burada hansı tala şəklində hansı iqlim yarım tipləri var Talış dağlarında. Qışı yadımdan çıxdı. Qışı soyuq keçən yarım sarı quru çöl var. Sonra Yayı quraq keçən soyuq var, qışı quraq keçən soyuq var. aferin. Bəli, qışı quraq keçən soyuq, yayı quraq keçən soyuq və qışı soyuq keçən yarımsara quru çöl. Bunlar tala şəklində Talış dağlarında görülür. Bəs yaxşı, ümumiyyətlə bizim Lənkəran vilayətində görəcəyimiz əsas iqlim yarım tipləri hansılardır? Mülayimsiz var idi. Yay Fərq quraq mülayimsizdə keçən. bura. Hansı mülayimsizlər var? Yay quraq keçən mülayimsiz. Bir də Sonra? İlboy rütubət mülayimsiz. Yağıntılar bərabər payından mülayimsiz. Sonra yenə gələcək hansı? Yenə yayı. Sonra Yenə yay quraq keçən Yay. mülayim istini görəcəyik. Yaxşı, bizim bax Xəzər sahilindən üzü Talış dağlarının zirvəsi doğru hansı landşaftlarımız var? Onu da görüm. düzən meşədir. Qəşəng. Sonra Sonra dağ çöldür. dağ Dağ meşə. çöl, sonra dağ meşə. Sonra Dağ meşə, sonra orada kserofik çolluqlar gəldi sonra. yox. Quru dağ çölləri, sonra dağ kserofit deyəcəyik. Quru dağ çöl, Burada nə sonra dağ. müşahidə olunur demişik. Landşaftla bağlı. İnversiyası, landşaft İnversiya, inversiyası. arzılı burada pozulur. Burada landşaftın inversiyasının şərait yaradan amil nədir? Hündürlüyə doğru temperaturun artması idi. Hündürlüyə doğru temperatürün artması mı yoksa hündürlüyə doğru Yağıntının yağıntının azalması? Yay fəslində hündürlüyə doğru yağıntı azalır ki, hündürlüyə doğru yağıntının yay aylarında azalmasının səbəbkarı nədir? Tropik siklonu. Tropik hava kütləsinin Hava İran kütləsinin üzərindən sistemi. təsir göstərməsi. Ölkəmizdə mövcud olan düzən meşə hansı landşaftlar qrupuna daxildir? Biz onlar nə deyirik? Düzən yarım səhrasıdır. Yox, elə şey var. Nə idi ki? İntrazonal landşaft. Deyildi, nə olmadı? Deməli, Lənkəran vilayətində Professor. bizim intrazonal landşaftımız var. Və həmin Lənkəranda olan düzən meşə hansı iqlim yarım tipi daxilində formalaşdı? O da mülayimsizlikdə. Hansı mülayimisidir? Yay quraq keçən. Bəli, yay quraq keçən mülayimisidir. Torpağı nədir düzən meşənin orada? Burada alüvyal çəməndir. Yox, yox. Deyəcək ki, podzollu sarı qleyli torpaqlar. Yaxşı. Deməli, dağ kstrofiti görəcəyimiz neçə ərazi var? Naxçıvan, Lənkəran 2 yer idi. Bəli, 2 yerdə. Amma həm də kstrofitlə yanaşı nival və subnival görürsəm, demək söhbət hardan gedir? Naxçıvanda. Buna yeni Naxçıvan. Təslimat. Çünki Lənkəranda nival və subnival Yoxdur. yoxdur. Belə. Aşağı araz boyu dediyi hansı düzənliklər var? Sədərəkdir, şəhər, aşağı bir dəqiqə. Aşağı ki, Gəmincə Hərami. Gəyən İncə Hərəmidir. Gəyən İncə Hərəmi hansı tekton zonada yerləşir? Kür çökəkliyində. Kür çökəkliyində. Gəyən İncə Hərəmidə hansı dövrün süxurlarıdır? 4-cü dövr çəkmə. Biz trias çöküntülərini harda görə bilərik? Riyası Ölkəmizdə yalnız bir yerdə var trias deyilik. Deyəm Nilüfər. Dərələyəz. Mükəmməlsən. Bəli, Dərə rəyəsi hissəsində. Çox doğru. Bəs yaxşı, bizim Naxçıvanda görəcəyimiz ən qədim süxur hansı dövrə aiddir? o üst paleozoikdə Sədərək qalxması. Sədərək qalxması və Dərələyəz qalxması. Dərələyəzdə. Zəngəzur silsiləsində hansı dövrün süxurları üstünlüyü təşkil edir dedik? Zəngəzur Yurayının Yox, təbaşırıqdır. Euro başına gözləyir. Yox. Yoxdur. Talış dağlarının Paleogen. eynidir və yaxud da Yunus dedi. Paleogen. Paleogen və Neogen də var. Neogen. Paleogen və Neogen birgə neçənci dövr adlanır dedik? 3-cü.
Üçüncü dövr. Deməli, həm Zəngəzur silsiləsində, həm də Dərələyəz. Üzr, həm Zəngəzurda, həm də Talış dağlarında üçüncü dövrün maqmatik və çökmə sularına rast gələ bilərik deyəcək. Bu da belə. E, Kürün sol sahilində yerləşən düzənliklərimiz. Kürün sol sahilində Qarayaz adını oxuruydu. Qarayazı Ha, idi. yox, diqqətli ol. Kürün solunda düzənliklər deyirəm. İki dənə düzənlik kifayət eləyir. Demək deməyəm. Şirvanla Cənub-Şərqi Şirvan. Düzdür. Bəli. Şirvan və Cənubi-Şərqi Şirvan düzləri. Sağ sahilindəki düzənliklər say. Mil Muğan sayı. Aha. Qarabağda var idi. Aha. Gəncə Qaradağda var. Aha. Bir də Tovuzda var. Xunandır. Unan. Bəs hər iki sahilində Qarayazı. Sayı. Qarayazı. Qarayazı. Qarayazı adında bizim həm də qoruğumuz var da bilirsiniz. Hə. Bu Qarayazı qoruğunu nəyə qoruyuruq biz? Tuğay meşələri. Tuqay meşələri. Demək Qarayazı düzündə bizim nəyimiz var? Qoruğumuz. O qoruq Hə, nə? Tuqay meşələri. Tuqay meşələri. Tuqay meşələri nədir? İntrazonal landşaftdır. Ay, sağ ol. Deməli bizim Qarayazı düzündə interzonal landşaftımız var. Və həmin interzonal landşaftı qoruyan qoruğumuz da var. Qarayazı qoruğu. Tuqay meşələrini qoruyur və Tuqay meşələrinin torpağı da nədir? Alivyaldan çıxdı, Aliviyat Səmən meşəsi demək. Elə o deyil. Bossandır. Boz Səməndə. Ay, sağ ol. Boz Səmənin torpağı görəcəyik. İbrahim, biz hara deyirik Küraz ovalığı? O Şirvandır, Salyandır, Mil Muğandır, Cənub-Şərqi Şirvandır. Bir də Qarabağ düzünə deyirik. Qarabağ. Kür Araz ovalığının ən böyük düzənliyi Şirvan. Şirvan düzü. Kür Araz ovalığında gətirmə konusu görəcəyimiz düzənliklər. Şirvan idi. Bir də Qarabağdır. Qarabağdır. Kür Araz ovalığının Xəzər dənizinə çıxışı olan düzənlikləri. Cənub-Şərqi Şirvandır. Bir də Salyan Salyan. düzüdür. Salyan. Hə. Kür Araz ovalığının İrana çıxışı olan düzənlikləri. Mildir, Muğandır. Mildi Muğandır. Kür Araz ovalığına aid olsun və ərazisində palçıq vulkanı olsun. Salyan idi. Yox. Cənub-Şərqi Şirvan. Cənub-Şərqi Şirvan. Hə Nilüfər, sən də belə düşünürsən? Bəli, bəli. Ay sağ ol. Deməli deyəcəyik ki, Cənub-Şərqi Şirvan düzündə. Onda belə nəticə gəlirik ki, ölkəmizdə palçıq vulkanları neçə tekton zonada yayılıb? Ki hansıdır? Həm Böyük Qafqaz qalxması, bir də Kür çökməsi. Kür tektonik əyilməsində. Ay sağ ol. Yaxşı, bizdə 52 palçıq vulkanı harda qorunur? Abşeron, nə? Bakı Doğrudan Abşeron. palçıq vulkanları qrupu qoruğu. Biraz uzun adı gedir. Bəs başqa bizim hansı milli park və qoruğumuzda palçıq vulkanlara rast gələ bilərik? Fikirlər. Bax, ipucu verirəm. Şamaxıdaydı mən. Nə? Şamaxıdaydı. Başqa. Şirvan düzündə hansı, Cənub-Şərqi Şirvan düzündə hansı bizim qoruğumuz, milli parkımız var? Cənub-Şərqi. Ağa. Yox. Elə Şirvan qoruğu və milli parkında dedik palçıq vulkanlarına rast gələ bilərik. Şirvan qoruğu və milli parkının qoruduğu, mühafizə etdiyi əsas nədir bəs? Ceyran. Ceyranları və su quşları. su quşlarını qoruyur deyəcək. Palçıq vulkanının palçığı nə adlanır? Pazlaydı, bəlkə Sazda, Qurutsa, Brekçi. quruyanda isə deyəcək ki, adlanır Brekçi. Bizim palçıq vulkanlarımızı say zəhmət olmasa ən hündüründən başlar. Orağa idi. 402 metr. Sonra Keyrəki idi, Lökbatan idi. Sonra Güzdə idi, Axtarma Paşalı idi, Lökbatandı. Öpədə ikinci dəfə dedin, aha sonra Otman Bozdağ, Ayran Tökən, Qalma, Oğlan. Çapılmış, Bahar, nə bilim, Kənizdağ, Teildağ, Allahı. Bunlar hamı bizim ölkəmizin məşhur deyirik ki, palçıq vulkanlardır. Palçıq vulkanlarda əsas hansı ərazilərdə olur yoldaşlar? Ərazidə neft, qaz varsa və həmin ərazi geosinkronaldırsa dedik ki, o ərazidə biz nə görə bilərik? Palçıq vulkanı görə bilərik. Təşəkkür edirəm.
İbrahim. Nilüfer. Bəli, müəllim. Oxumusan dərsi. Bəli. İmtahanla bağlı sənin təəssüratların nədir bəs? Pis. Pis? Yoxlamamışam müəllim. Hətta yoxlamamısan. Xeyr, heç sizin də asmamışam. Sürpriz Ay. olacaq. Deyir sürpriz olsun, ha? Yaxşı, inşallah yaxşı gələr. Tək yaxşı gəlsin. Yes. Sənə sualım budur ki, Buyurun. deməli, Araz çayının Bəli. və Kür çayının hər ikisinin də sağ sahilində yerləşən düzənliyimiz hansıdır? Araslan, Kürüm sağ sahilində. Bəli, hər ikisinin də sağ sahilində hansı düzənliyimiz var? Mil idi. Yox. Hər ikisinin də sağına düşür. Gənclər, görüntülər əsas zəhmət olmasa, Nə idi bilmirəm, yadımda deyil. Muğan düzü. Hə. Hər ikisinin sağında Muğan düzünü görəcəyik. Bu arada sənin sualın budur ki, Araz çayının qidalanmasının əsas payı nədir? Yağış. Yox, diqqətli ol. Yeraltı. Yeraltı sular. Yeraltı. Kürün qidalanmasının əsas payı nədir? Qar. Qar və buzlaq, bəli, əsas qar suları belə deyək. Araz hansı ayda daha bol su olur? May. May. Qıtslı olur hansı ayda? Avqust. Avqustda. Kürün bol su olduğu ay Aprel. Sentyabr. sentyabrda isə qıtslı olur. Doğru deyirsən. Kürün üzərində hansı sonbarlarını tanıyırsan? Şəmkir, Yenikənd, Mingəçevir, Varvara. Varvara hansı rayonumuzda yerləşir? Dəqiqə, Yevlax. Yevlaxda. Bəs yaxşı, Şəmkir sonbarı hansı rayondadır? Şəmkir. Və Tovuzdan geçiyor. Tovuz. Şəmkir və Tovuz. Tovuz. Yaxşı. Bəs Yenikənd sonbarı O da Şəmkirlə Samğa düşür. Samxa düşür. Bəli. Bəs Mingəçevir sonbarı Mingəçevirə, Yevlağa, Samxa, bir də Göran, Göran. Boya. Aha. Deməli bunlar ardıcıl oldu. Bir çayın üzərində ardıcıl sonbarı varsa bu nə adlanır? Qafqaz. Kaskad adlanır. Mingəçevir sonbarının cənubunda məşhur bir silsiləmiz var. Dəqiqə, deyəsəm. Hətta oranın landşaftını qoruyan qorğumuz da var Goranboyda. Bozdağ. Bozdağ silsiləsi, bəli. Bozdağın landşaftını qoruyan hansı qorğumuz var? Goranboy rayonunda yerləşir bizdə. Hansı? Korçay. Körçay. Bəli, Körçay qorğumuz var. Hətta eyni halda yasaqlığımız da var. Körçay yasaqlığı. Demişdim ki, Körçay və Bəndovan yasaqlıqları su quşları və ceyran qoruyan yeganə yasaqlıqlarımızdır. Düşər. Bu düşər. Bir neçə yasaqlığımız var ki, onlar haqqında xüsusi məlumat var dərsliyimizdə. Körçay yasaqlığı və Bəndovan yasaqlığında su quşları və ceyranlar qorunur. Yadınızda saxlayın. Hirkan, Kiçik Qızlağac və Gil adası yasaqlıqlarımızda isə köçəri su quşları və bataqlıq quşları qorunur. Hə, Nilüfər, təzədən qayıdaq. Mingəçevir sonbarının qərbində yerləşən silsiləmiz Mən bunları niyə soruşursunuz? çünki düşə bilər. Palantökən. Palantökən silsiləsi. Tamam, peki. Mingəçevir sonbarının şimalında yerləşən silsiləmiz isə Xocaşın. Xocaşir. Xocaşirin şimalında yerləşən düzümüz Adnohor. Adnohur düzü. Onun da şimalında yerləşir silsilə olaraq Daşüz. Daşyüz və onun da şimalında yerləşən coğrafi obyekt Qanıqayırsa. Qanı. Hər zaman deyirdim, bu Qanıqayırsa, Qanıqayırsanın iqlimi. Mülayim isti. Hansı mülayim isti? Qışı. Qışı quraq keçən mülayim isti. Qışı quraq keçən mülayim istinin yağıntı olduğu vaxt, Necə? qışı quraq keçən mülayim isti nə vaxt yağıntı alır? Müəllim. Mən sənə eşidirəm, sən mənə eşitirsənmi? Eşitmədim mən sualınızı. Qışı quraq keçən mülayim isti nə vaxt yağıntı alır? Yayda da. Deyəcək ki, yaz və payız aylarında. Qış ayları quraq olur, yazda və payızda daha çox yağıntı alır. Qanıqayır çayda hansı landşaft özünü göstərir? Necə?
Qanıqayırı çayın landşaftı nədir? Düzən meşə. Düzən meşə. Düzən meşə. Ay so. Bu da qışı qulaq keçən mülayim isti daxilində düzən meşə landşaftı var. Ümumiyyətlə Qanıqayırçay fiziki coğrafi rayonu hansı vilayətə aiddir? Kürə. Kürə. Bəs yaxşı, burada olan düzən meşənin torpağı nədir? Qəhvə idi. Oo. Alüvyal Daha tamamdır. Ay sol, aferin İbrahim. Axır ki tutdunuz. Alüvyal çəmən meşə torpaqlarını biz burada görəcəyik. Qanıqayırçayda gətirmə konusu görə bilərik. Bəli. Görə bilərik. Bizim Qanıqayırçaydır, Şirvan düzüdür, Qarabağ düzü, Gəncə Qazax düzü, Lənkəran ovalığı, Samur Dəvəçi ovalığı və Orta Araz boyda yerləşən düzənliklərimizdə deyirik ki, gətirmə konusu var. Bu arada sualım budur. Gətirmə konusu akkumulyativ yoxsa denudasyon relief formasıdır? Akkumulyativ. Akkumulyativ relief formasıdır. Bəli. Aha, sonra bunları dedik. Deməli biz Kür tektonik əyilməsində silsilələrə rast gələ bilərikmi? Nilüfer, hara getdin? Ay Nilüfer. Ne deməliyim? Kür tektonik əyilməsində silsilə görə bilərikmi? Nə silsiləsən? Yox, sualım budur ki, Kür tektonik əyilməsində səncə silsilə varmı? Yox, Silsiləsi varmı? yoxdur. Necə yoxdur? Və yaxud da adlarını çəkdiyim Bozdağ, Palantökən, Xocaşehir, Daşüz Allah silsilədir. silsilədir və deyəcək ki, Kür tektonik əyilməsində silsiləyə rast gəlmək Olar. olar. Gələk Kiçik Qafqaza. Mənə de görüm. Kiçik Qafqazda danışıqsa, Qarabağ vulkanik yaylası hansı rayonlarımızın ərazisinə düşür? Əsas. Volkanik yayla. Aha. Dəqiqə. Əsas vulkanik yayla yerləşəcək harda? Sən niyə görüntünü açmısan, hangi Nilüfer? Megabaytla anam. Səsiniz də gedir gəl. Onu aça bilməyəcəm. Niyə Wi-Fi ilə qoşulmusan? Çünki evdə deyiləm. Ümid edirəm ki, parkdan falan qoşulmamışsan da dərsən. Ya, ya parkda deyiləm amma yəni burada da internet yoxdur da. Aha. Qarabağ vulkanik yaylası hansı rayonlarımızın ərazisinə düşür? Kəlbəcər, Laçın. Kəlbəcər və Laçın. Qarabağ vulkanik yaylasının ən hündür zirvəsi. Vulkanik yayla. Dəli Dağ da Dağın 3616. hündürlüyü 3616. 3616 metr. Və Dəldağ mənşəyə görə hansı qrupa daxildir? Bəlkə vulkanik də. Sönmüş vulkandır da. Vulkanik dağdır, bəli. Başqa bizim Qarabağ vulkanik yaylasında hansı sönmüş vulkanlarımız var? Qızılqaya, Böyük Aha. Şırqı, Pərçınqılı, Axar Sonra. var idi. Axar, Baxar, düz deyirsən. Sonra Gəlinqaya idi. Gəlinqaya, sonra Pəriçınqılı. elə bir şey. Hərçınqıl, Ayçınqıl, Gəlinqaya, Böyük Şıqlı, Qızılboğaz, Çərçəli də var. Tərçəli, bəli. Bunlar bizdə Dəldağ. Bunlar bizim əsas sönmüş vulkanlarımızdır. Gəlinqaya zirvəsindən başlayan hansı önəmli çayımız var? Gəlinqayadan başlayın. Çox vacib bir saydır özə. Tez qəbul suallarında adını görürük. Adı necə idi? Tərtər çaydı. Bəli, Tərtər çay. Tərtər çay. Ümumiyyətlə, vulkanik yayladan başlayan çayların qidalanmasındakı əsas mənbə nədir? Əsas pay nədir? Yeraltı su. Yeraltı su. Bəs Yeraltı. yaxşı. Qarabağ silsiləsindən başlayan çayların qidalanmasında əsas pay nədir? Yağış. Deyirik ki, yağış. Ay sol. Qarabağ silsiləsinin ən hündür zirvəsi. Qarabağ silsilənin dəqiqə. Böyük iş. Böyük Ha, keçir hündürlüyü. 27, 25, 27, 27. 25. Hətta burada bir dənə də zirvə var. Kiçik Kirs də var. 23, 6. 23-46. Nə 40 qız var, ziyarət kimi zirvələr də var. Qarabağ silsiləsində yerləşən iki önəmli mineral bulaq demənə. Şuşada Aha. turş su ilə isti su. Yox, turşsu və Şırlan. Ay, yox, Şırlan. Ha, Turşsu və Şırlan mineral bulaqları Şuşa rayonundadır və Qarabağ silsiləsində yerləşir. Yoldaşlar,
Bəli. Şuşa deyəndə ağla gələn yasaqlığımız. Şurada yazaq. Tarixdə eyni adlı əməliyyat da var. Daşaltı. Daşaltı yasaqlığı Şuşadadır. Tuşsu və Şırlan mineral bulaqları Şuşadadır. Və Şuşada yerləşir Qarabağ silsiləsində. Ona görə deməli, Tuşsu və Şırlan mineral bulaqları da Qarabağ silsiləsində yerləşir. Qarabağ silsiləsinin ən hündür zirvəsi oldu Böyük Kirs 2725 metr. Və bu Şuşada isimlağı nə idi mən? Hı? Şuşada Mineral var. bulaq deyil. Adi bildiğin dağ bulağıdır. Hı. Yəni heç mineral bulaq ona deyirlər ki, tərkibində qaz olsun və duz olsun. Mən Xocavənd də bura düşürdü də. Xocavəndi bir söz böyle. Böyle. Sonra gəldi Bəli. digər məqama. Bizim elə Xocavənddə hansı dağ arası çökəkliklərimiz var? Xocavənddə. Hı -hı. Azıq mağarasının ətrafında yerləşir həmin çökəkliklər özdə. Tuğdur bir də, bir Bir də də qırmızı Bir də- baza. Qırmızı Bazar. Tuğ Bəli. və Qırmızı Bazar mineral bulaqları. Bilirsiniz Azıq mağarası Xocavənd rayonundadır da bilirsiniz. Tağlar mağarası da Azıq mağarası da Xocavənddədir, amma Zar mağarası Kəlbəcər. Xocavənddə. Kəlbəcərdə və Qazma mağarası hardadır? Qazma. Naxçıvan. Naxçıvanda düz deyirsən Ayxan. Naxçıvandadır və Şərur rayonundadır. Səhv etmirəmsə əgər Şərurda olmalıdır. Yaxşı, Qarabağ vulkanı yaylasında mənə 3 mineral bulaq deyirəm. Nilüfər. Laçında, Hansı Laçında? Disu, bir də Minkən. Yox, indi Laçında olan hansıdır? Minkən. Minkən. Bəs ikisi qaldı. Kəlbəcərdə. Kəlbəcərdə olanlar hansılardır? Kəlbəcərdə. Birini marketlərini almaq mümkündür. Satışda var. Biri istidir. İstidir. İsti su, bir də Bu yadıma düşdü. Tutqun. Ha, tutqun. Bəli. Tutqunla isti su Kəlbəcərdədir. Minkənd Minkənd Laçındadır. Və deyirik, ikisi də, üçü də yerləşir Qarabağ vulkanik yaylasında. Bəli. Yaxşı. Bizim Şərqi Göyçə silsiləmiz var. Şərqi Göyçə silsiləsi hansı inzibati rayonda yerləşir? Şərqi Göyçə. Hı. Göyçə deyil. Kəlbəcərdən yuxarı. Kəlbəcərdə. Kəlbəcərdə. Ən hündür zirvəsi Dəqiqə 33.99. Qəşəng. Adı Kətidağ. Ketidağ. Bir də Zodaşım var. Qəşəng. Zodaşın hündürlüyü O yüzden bilmirəm. 2365. bəli, düz deyirsən elənlər 2365 metr. Zod deyəndə ağla hansı faydalı qazıntı gəlir? Bir dəqiqə. Qızıl. Qızı. Bizim Zəngilanda olan qızıl yatağımız adı nədir? Vecnəli. Vecnəli. Gədəbəydəki qızıl yatağımızın adı nədir? Qoşa. Qoşa. Gədəbəydə olan mis yatağımızın adı nədir? Qaradağ. Qaradağ. Bəli. Dəmir Filiz deyəndə ağla gələn inzibati rayon Daşkəsən. yataqların adları Nilüfər, Daşkəsən, Dəmiroğlu. Hamançay və Cənubi Daşkəsən. Hansı çayın hövzəsində yerləşir bu yataqlar? Qoşqar. Qoşqar çay və deyirik Qoşqar çay ölkəmizin milli çaylar arasında Ən çirklisidir. bəli və biz Qoşqar çayın hövzəsində hansı təpələrə rast gələ bilərik? Telikon. Terikon. Sənaye tullantılarının ibarət olan zibilliklər adlanır Terikon təpələr. Doğrudur. Yaxşı. Gəldik. Qarabağ sıra dağları ilə Gəncə fiziki coğrafi rayonunu ayıran silsiləyə. Gəncə ilə Qarabağ sıra dağları fiziki coğrafi rayonunu ayıran silsilə hansıdır? Murovda. Murov dağ silsiləsi. Murov dağın ən hündür zirvəsi. Yanlış. 37, 24. 37-24. Qamışlar səncə hansı rayonumuzdadır? Ermənistanla sərhəd deyilsə, Yox, Murov dağı ümumiyyətlə Ermənistan sərhəd mövqeyi yoxdur. Hadi deyirəm, Ermənistanla sərhəd deyilsə, hansı rayondan fikirək? O rayonda gips ehtiyatımız var. Hayda. İlk yoran boydadır da Ağca kəndi. Bəli, Ağca kənddə düz deyirsən. Qamışdağ da yerləşir Ağca kənddə. Aynur Bəli. sıxılmadın. Aynur yuxu aparır, deyirdim, bundan danışırlar. Oxumuşuq, dərsə hazırıq.
Müəllim, belə şeylər indiyə qədər oxumamışam. Yəni kitabda olanı oxumuşam da konkret olaraq. Yəni birinci dəfə də eşidirəm, yəni istədiklərinizi demək olar ki. Ya öğrenebileceği inşallah. Öyrənərik müəllim inşallah. Öğreneceğiz. Çünkü mənə deyiblər ki, Aynur qəşəng öyrənmə qabiliyyətinə malikdir. Oxusam öyrənərəm. Əslində yəni keçsəm öyrənərdim, amma həqiqətən birinci dəfədir, yəni çoxsunu eşitdiklərimi. İnşallah yaxşı olacaq. Deməli, bir dəqiqə mən gözüm. Aha, inşallah öğreneceksin Allah'ın izniyle. Şüphe duymuram. Maksimumda dediyim kimi, vaxtı səmərəli istifadə edib, hər xırdalığa nəzər getirəcəyik ki, e, biz ən xırdalığa qədər gedəcəyik, görək hara qədər gedir də. İnşallah müəllim yaxşı olar. İnşallah Allah'ın izniyle. Mənim haksızlıq idi bu dəfə Nə? həqiqətən. Haksızlıq idi bu Nə da. mənada haksızlıq idi? Coğrafi tarafı, yoxsa tarix taraf deyirsən? Tarixdə. Hər il asan salır, niyə bu il elə suallar salıb ki? Nə bilim, hansı bir müəllimin ibnəliyi tutmuşdu da, mən nə deyim indi? Heç nə deyək. Yəni, bir qəsdi qərəzi tutsa indi. e, Nə deyim indi? Yəqin ki, istəyib ki, bir e, action yaşasın. Maşallah, hamı yad elədi da həmin suallar salan müəllimləri. Bəli. İşte, xeyirlisi. Gərək elə bir tərz olsun ki, yəni həqiqətən abituriyentin incitmək olmaz. Demirəm, sadə olmalıdır. Mənə xoş gəlməyən tərəfi o idi ki, yəni bir coğrafi müəllim olaraq mənim yanaşmam budur ki, qardaş, problem deyil, 3-cü qrupa çətin sal. Bir sıxıntı yoxdur burada. Zaten bu 3-cü qrupda burada əsas fəndi tarix çətin olmalıdır. Mən burada bir narahatlıq görmürəm. Qardaşım, 3-cü qrupu niyə gətirib sualların 2-ci qrupa sararsan? Birinə 150 bal verir, birinə gəlib 100 bal verir. Bəli. Yəni bu Dövlət İmtahan Mərkəzinin yəni sual yazma potensialı yoxdur bəyəm. Eyni suallar da səhv etmirəm, düzdürmü? Yanılmıram ki. Müəllim Ey- eynidir. Olduğu kimi eyni suallar şübhə. Bəli. Yəni bu Bir dənə sual fərqlidir. necə? 4 Bir iki səfər. sual fərqlidir. Bir sual fərqlidir, amma yerdə qalan suallar eyni idi, düzdürmü? Bəli. Hətta onlarda elə sual vardı ki, o mövzu onlara daha asan düşmüşdü, amma bizə daha çətin versiyadaydı. Aha. Yəni bu haqsızlıqdır da. Yəni sizə təbii ki, bir əmsalla hesablandığı üçün, əsas fən olmadığı üçün ona uyğun salınmalıdır. Mən eyni haqsızlığı harada görürəm bir də? 3-cü qrupda TC istiqamətində gedənlər. Həmin gün 3-cü qrupda coğrafiya üzrə imtahan verənlərə də sizin suallarınızı saldılar. 2-ci qrupun suallarını salmışdılar. Bu da haqsızlıqdır. Müəllim, düşünün ki, kitabların üstünə 25.05.2026 yazanlardan nə gözləyə bilərsiniz? Yəni Belə bir konkret şey var idi, həqiqət deyirsən. vallahi yəni Mən bütün hamısını vərəqlərin üstündə eləyim. Hə. Məndə 2028-dir. o dərəcədə də. Hətta Yunus 2008 yazır. Vardı 2028, 2026. Bizim sinif elə idi. Hətta yəni bizə ağ vərəq istifadə eləməmişdilər. Hə. Qəzet vərəqləri var, onlardan istifadə etmişlər. Yəni bizi yola vermişdilər o dərəcədə. Yəqin dimin əməlli başlı ciddi maliyyə problemi var. Atışağında kart hesabı. Müəllim olsa düzəltdilər də maliyyə problemləri. Həqiqətən. Hə, indi ikinciyə mütləq göndərməklə, hə? Həqiqətən. Nə deyim, Allah yenə də insaf versin. Həqiqətən də haqsızlıq idi. Mən düşünürəm, tarixdən haqsız oldu sizə qarşı. Çox bir haqsız oldu. Amma coğrafiya suallarına qarşı onu deyə bilərəm ki, rahat suallar. Həqiqətən rahat suallar idi. Yəni coğrafiya yazı. Müəllim, amma ki, iki variant arasında qalmaq olardı da. Siz müəllimsiz, indi tapa bilərsiniz. Amma həmin stressdə biz iki variant arasında çox qalırıq. Onu da hörmətlə yanaşıram. Bəli, haqlısan. O tərəfində haqlısan. Nə deyim? İnşallah inanıram ki, həqiqətən də ikincisində tam istədiyinizi əldə edəcəksiniz. Yəni bizim istəyimiz elə zaten son günə qədər vuruşmamız da bunun üçün idi ki, birincidə siz istədiyinizi əldə edəsiniz. Mən düşünürəm ki, birinci imtahana qədər biz kifayət qədər əlimizdən gələn artıqlamasından elədik. İndi qismət. İndi amma ikinci qəbula qədər də yəni inşallah əlimizdən gələn artığını edəcəyik ki, yəni hər hansı bir boşluğumuz qalmasın. O deri işdi meydan, işdi şeytan. Görə indi indi nə olur? Biz
Başlayalım. Evet. Yəni biz görək indi necə olacaq. Əlimizdən gələnin ən sonuna qədər yaxşısını edirik. Bir aya nə qədər bacara biliriksə, onun artığını eləyəcəyik ki, onu oradan qoparaq. Bu artıq prinsip söhbətdir bu. Yəni hər şey bir kənara, bu artıq prinsip söhbətdir ki, biz onu oradan qoparmalıyıq. O dimdən istədiyimizi almamış əl çəkməməliyik. Aha, belə. Hə, Nilüfər. Murovdağda Bəli, yəni Camışdağdır. 3724 Goranboydadır. Yəni bəli. Goranboy dedik yəni gipsə görə, gips ehtiyatına görə fərqlənir. Amma Goranboy ilə Daşkəsənin ikisində də eyni olan bir faydalı qazıntı var demişik. Dəqiqədəyim fikirləşməliyim. Hansı ki neft Goranboy qaz quyuların qazılmasına istifadə olunur. Baritdir. Baritdir. Bəli. Hə. Hansı ki Daşkəsəndəki yatağın adı nədir? Goranboydakı yatağın adı nədir? Daşkəsəndə çoxdardır, Goranboyda başqışlar. Goranboyda da başqa işlaqdır, düz deyirsən. Bəs yaxşı, bizim Murovdağda başqa aynı Nilüfər hansı zirvələrimiz var? Böyük Hinal dağ var idi. Qəşəng, sonra Kəpəz var idi. Kəpəz var, sonra Bir də Ömər bir var də idi. deyirik ki, bəli, Ömər aşırımı var. Kəpəzin hündürlüyü nə qədərdir? 33, 66. 30-66. Elə bildim Bəs ki, Qoşqarın hündürlüyü və Böyük Hinal dağının hündürlüyü Böyük Hinal 33, 67, 67. 67-dir. Bəs Qoşqar 33, 61. 33, 61. 361-dir. Bəs burada bir dənə dedik aşırım var da. O aşırım hansıdır? Kəlbəcərdə Ömər Qəşəng. 33, Hündürlüyü nə qədərdir? 32, 60. 32-60-dır. Murovdağda hansı Bəli. gölləri tanıyırıq? Murovdağda Göygöl, Maralgöl. Göygöl, Maralgöl. Nə mənşəlidir Göygöl, Maralgöl? Uçqun mənşəli. Nə? Uçqun. Uçqundur. Göygöl və Maralgöl hansı landşaftda yerləşir? Necə müəllim? Göygöllə Maralgöl hansı landşaftda yerləşir? Dağçamın, Dağçamında hansıdır Elnar? Göygöl, Maralgöl. Maralgöl dağ hündürdə olduğuna görə Dağçaman Göygöl landşaftı. Amma dağ. Göygöl Dağ meşə. dağ meşə landşaftıdır. Yaxşı, Nilüfər. Bəli müəllim. Göygöl dağ meşə landşaftındadır və deyirik ki, Maralgöl isə oldu məhz Dağçaman landşaftında uçqun mənşəlidir dedik. Bu arada Göygöl qışı quraq keçən mülayim isti iqlim yarımı tipində yerləşir. Maralgöl isə qışı quraq keçən soyuq iqlim yarımı tipində yerləşir. Bunu da deyim və bu xırtasılığına görə gedək də. Belə, Göygöl həm də ölkəmizin ən dərin gölüdür. Amma ölkəmizin ən böyük gölü Sarısı. Sarısu. Hansı düzdə yerləşir Sarısu gölü? Muğandaydı. Muğanda yoxsa Mil. Mil Mildə. düzündədir. Sabirabad və İmişli rayonlarının sərhədində deyəcək ki, Mil düzündə yerləşir. Bu arada Sarısu nə mənşəlidir? Axmaz. Axmaz. Axmaz mı? Aha, yaxşı. Sonra Şahdağ silsiləsinin ən hündür zirvəsi Şahdağ silsiləsində dəqiqə deyəcəm. Muştaq, hansı? 33, 18. Qoca dağ. Hə, Qoca dağ. 18. Hündürlüyü nə qədərdir Qoca dağın? 33, 18. Hı. 318. Düzdür. Şahdağ silsiləsində hansı dövrün süxurlarını görürük? Şahdağda deyil. Bəli. Eynisinə Talış dağlarında və Zəngəzurda da rast gəlinir. Palogen var değil mi? Paleogen. Paleogen. Murovdağın yüksək dağlığında hansı dövrün süxurlarıdır? Moldovun yüksək dağlığı. Y. Hə, bura. Yura. Murovdağın orta dağlığında Təbaşir. Təbaşir dövrünün süxurlarını görəcəyik. Yəni biz Murovdağda mezozoy yaşlı süxurlara rast gələ bilirikmi? Bəli. Gələ bilirik. O hansı dövrün süxurudur ki, ancaq Qarabağ vulkanik yaylasında görürük? Vulkanik. Dördüncü de vulkan. Vulkaniki. Dövrün vulkanik süxurları sadəcə dedik Qarabağ vulkanik yaylasındadır. Qubadlı rayonunda hansı düzənliyimiz var? Qubatlıda Adı Heyt. neyse, yazdı da yazı yaylası. Yazı yaylası. Hansı çayın hövzəsi arasında yerləşir? İki çayın hövzəsi arasında düşür. Həkəri Bərşad, Həkəri nə? Həkəri- Bərgüşat. Həkəri və onun qolu olan Bərgüşat. Bərgüşat. Bunlardan hansı tranzitdə aynı Nilüfər? Həkəri. Yox.
Həkər bizim Bəli. Bərgüşat dedik Ermənistandan gəlir. Həkərin də Bərgüşatın da qidalanmasında əsas pay nəzərə al ki, Həkəri vulkana yayladan başlayır. Yeraltı sulardır. Yeraltı sular. Bəli, deyəcək ki, Qarabağ vulkan yaylasından başlayanların qidalanması əsas yeraltı sudur. Qarabağ silsiləsindən başlayanlar isə dedik ki, yağış. Sonra növbəti sualımız da Gədəbəydə, Göygöldə, Qazaxda və Qubadlıda rast gəlinir bu faydalı qazıntıya. Qubadlı, Həqiq. Qazax, Göygöl, Həqiq. Gədəbəy. Həqiqi. Əqiq ehtiyatı, bəli. Qiymətli daşıydı. Nə? Qiymətli daş, aferin sənə. Bizim xromit yataqlarımız haradadır? Kəlbəcər Bəklər Laçın. vaxtında Kəlbəzərdə Laçında. Kəlbəzərdə olan yatağımızın adı nədir? Laçındakının adı nədir? Göydərə ipək olmaz. Göydər hansına ölçür? Kəlbəcər, Kəlbəzər. Laçındakı isə ipək. ipək yatağıdır. Doğrudur. Bəs yaxşı, bizim civə yataqlarımız hansındadır? O da elə Kəlbəcərlə Laçında. Kəlbəzərdə və Laçında. Kəlbəzərdə olan civə yataqlarımızın adları Hə, dəqiq yadıma saldım. Ağbulaq, Ağyataq, Şərbulaq, Lövsaydı. şər yox, şorbulaq. Bizdə Şərbulaq yazmışdı kitabda ona Yox, görə. yox, şorbulaqdır, şorbulaq. Bəlkə Naxçıvan ləhcəsində şərbulaqdır. Deyəcək ki, şorbulaq, Levçay və Ağyataq. Ağyataq. Bəli, bunlar özü Murovdağın cənub yamacında yerləşən və Qarabağ Sıra Dağları fiziki coğrafi rayonuna düşən civə yataqlarıdır. Amma Narzanlı və Girgəççay isə harada yerləşir? Laçında. Laçında. Bunlar vulkan yaylarda yerləşən bizim civə yataqlarımızdır. Müəllim, bəs deyil. Yox, tələsmə. Bizim Kəlbəzərdə olan travertin yatağımız hansıdır? Evet, Cəsur. şaxtalı. Yox, Şahdad Naxçıvandadır. Hansıdır? Bilin İbrahim? Su. İsti Su. su. Bir də Kəlbəzərdə perlit var idi. O hansı yataq idi? Keçəldağ. Keçəl dağ yatağı. Bəli. Mənə lazımdır. Bentonit gili, Nilüfər. Qazanın Qazaxda. Qazaxda, bəli. Hansı yataq? daşlarlıqlı. Daş salahlı. Bentonit gilindən nədə istifadə olunur? Dəmirin əridilməsində. O da Ərdilməsində davamlı. yoxsa qəlibin hazırlanmasında? Gəlib Qəlbin hazırlanmış. Bəli, dəmir hansı metallurgiya üçün xammaldır? qara. Qarın Qara metallurgiya. Deməli, bizim Qazax rayonunda məhz qara metallurgiya üçün nəyimiz var? Hammal. Amma Xammalımız var, bəli. Aha, yaxşı. Bəs seolit gili deyəndə ağla hara gəlir? Tovuz Ağdaşı. Tovuzun Ağdağ yatağı. Ağ- Ağdaş yox, Ağdağ. Bəs mənə lazımdır Kiçik Qafqaz vilayətində polimetal. Adı Mehmana idi. Mehmanı hansı rayonumuzdadır? Ağdərə. Ağdərədə. Bizim Ağdərədə hansı qızıl yatağımız var bəs? Qızılbulaq. Qızılbulaq. Bu Qızılbulaq yatağı və eyni zamanda deyirik ki, Mehmana yatağı hansı fiziki coğrafi rayona düşür? Qarabağ. Bölünmü? Qarabağ Sıra Dağları fiziki coğrafi Dağları. rayona deyəcək ki, düşür. Yaxşı, faydalı qazıntılar demişkən, sement xammal harda var? Abşeronda da var. Qaradağ rayonunda var. Aha, sonra Bir də Tovuzdadır. Tovuzda var. Sement birlikdə yəni tikinti sənayesində istifadə olunur. Yaxşı. Sonra alunit deyəndə ağla hara gəlir? Zəylik. Dedik ki, gəlir zəylik yatağı. Alunit hansı metallurgiya üçün xammal verir? alüminium. Alüminium. Alüminium hansı metallurgiyadır? Güngül əlvanıdır. Mücü. Yüngül əlvan metallurgiya, bəli. Aha, yaxşı. Alunit belə bizə oradan lazım olan faydalı qazıntılardan bu bölgədə belə Növbə bir dənə də sual sənə bunu verim. Ön Qafqaz tektonik çökməsinə hansı ərazilər düşür? Samur dövlətçi, şollar. Çollar düzündə biz hansı landşafta rast gələ bilərik? Burada da düzən meşə var. da. Düzən Peki. meşə. Orada düzən meşəni qoruyan hansı qoruğumuz var? Samur dövlətçi dəqiqə. Tamam da şollar düzündə.
Samur Yalama. Samur Yalama Milli Parkı. Sadece düzen mekanı mı koruyor orada? Xeyr. Hem de, Atlı da qoruyur. Xəzərin faunlu florasını. hem de dedik Xəzərin fauna ve florasını koruyor. Kimler tarafından yaratılıb bu? Almanlardır. Almanlar. Bəli. Yaxşı. Bu Gədəbəydə olan yasaqlığımız. Görüntülər əsas gənclər. Sizləri görüm. Gədəbəy yasağı. Qızılca. Hə. Yaxşı. Nilüfər, Kiçik Qafqazda dağ tundraны harda görə bilərik? Yüksək zirvələrdə. Hansı? Qapıcıqda. Yox, Kiçik Qafqazda Qapçı, Yox. Murad Murovdağ dağda var. silsiləsi və Qarabağ vulkanik yaylağı. Qarabağ Aa, vulkanı yaylasında dağ tundraны Evet. görə bilərik. Yaxşı, ümumiyyətlə Kiçik Qafqaz vilayətində başqa Bəli. hansı iqlim yarımçıqlarına rast gəlmək mümkündür? Məsələn, Kiçik Qafqazın orta dağlıq, qismən yüksək dağlıq ərazilərində hansıdır? Yarım saat. Yox, bax deyirəm. Ortalıq, qismən yüksək dağlığında. mülayim Düşük isti bırak Yox, keçir. qışı quraq Qışı keçən quraq. Soyuq. 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 Kiçik Qafqazda dağ tundra hansı hündürlükdən sonra qarşımıza çıxa bilər? 2700. 2700. Bəs yaxşı, deyə bilərikmi ki, Kiçik Qafqazın alçaq dağlıq, qismən orta dağlıq ərazilərində hansıdır? Mülayim Qışı isti. quraq. Hansı mülayim isti? Qışı Düşük quraq. bırak keçir. Qışı quraq getsən, mülayim isti. Bəli. Bir də Kiçik Qafqazın ətəklərində, məsələn, o Üzü Gəncə, Qazax düzünə tərəf, Qarabağ düzünə tərəf, Zəngilan Arazboyu hissələrində görürük. Yarım saat. Hansı yarım səhra quru çölü? Düşük mülayim keçir. Qışı mülayim keçən. Qışı mülayim keçən yarım səhra quru çölün orta illik yağıntı miqdarı nə qədərdir? 204. 204 və yağıntılı dövrü Yalıtıl dövrü. Faizdadır. Yani. payız və yaz. Qış ayları. qış aylarında. Kiçik Qafqazın yüksək dağlığında günəş radiasiyasının miqdarı nə qədərdir? 140, 145. 140-145. Kiçik Qafqazın orta dağlıq ərazilərində nə qədərdir? 130, 135. 120-125. Hə, aşağı. 120 ortalıqda buludluq çoxdur axı. Ona görə 120-125 kilokalori deyəcəyik. Yaxşı, bu da belə. Sonra və təbii ki, biz az öncə saydığımız Köraz ovalığı, Aznor, Ceyran çöl, Qarayazı, Gəncə Qazax düzü, Gəyər, İncə hərəmi. Bunlarda hansı iqlim yarım tipidir? Yarım saat. Gəlin dərəli. Yarım sarı quru çöldə qış mülayim. Deyirik ki, qışı mülayim keçən yarım sərə quru çöldür və qışı mülayim keçən yarım sərə quru çöldə əkinçi ilə məşğul olmaq üçün nə etmək lazımdır? İrrigasiya, suvarma keçidi. Suvarma. Bizim Mingəçevir su anbarından çəkilən kanallarımız. Şirvan Qarabağ. Yuxarı Şirvan Və Yuxarı Qarabağ kanalı hara gedir? Yuxarı Qarabağ kanalı harada gedir, tökülür, harada bitir? Bəhramtəpə idi. Bəhrəmtəpədə. Bəhrəmtəpə hansı çayın üzərində yerləşən su anbarımızdır? Aras. arası. Araz çayının hansı rayonunda yerləşir Bəhrəmtəpə? Biraz Bizim sonra yox abi. İmişli değildi. İmişlidədir. Bəli, İmişli. İmişlinin Bəhrəmtəpə qəsəbəsindədir. Qarabağ və Mil düzlərinin suvarılmasında hansı kanalın rolu var? Qarabağı, Yuxarı mil muğam. rayonla desək Bərdə, Ağcabədi, Beyləqan, İmişli rayonlarının suvarılmasına xidmət edir. Mil muğam. Yox, elə yuxarı Qarabağ, Baş. Hə, elə yuxarı Qarabağ kanalı. Bəs yaxşı, yuxarı Şirvan kanalı hansı düzənliyi suvarır? Şirvan. Şirvan. Bəli, rayon olaraq hansı rayonları? Rayonlara. Bunu gəlir də. Orada Şirvan deyəcək, altı. niyə elə Ucarı deyə bilərsiniz, Kürdəmiri deyə bilərsiniz, Hadi Yevlax Ak- deyə bilərsiniz. Bu inzibat rayonlarının suvarılmasına nə edir? Və ölkəmizdə ən çox ərazi suvaran kanal Yuxarı Şirvan. Amur Abşeron. yuxarı Şirvan. Ən bol sulu kanal Samrapşın. yox, yuxarı Qarabağ. Samur Abşeron ən uzun suvarma kanalımızdır. Bu da belə.
Yaxşı? Bəli. Güzel. Nilüfer, gördüm seni. Deyim kimi sual cavab tutdu demək. Burada ev yok. Çətinlik olsun ama imtihanlı rahatsız olsun. İnşallah. Teşekkür ederim. Çok sağ ol. Qumru Sağ nə ol. tərsin ay Qumru? Qumrunun bazar günü imtihan var uşaqlar. Tamam benim necəsiz? Özün necə istəyirsən? Pis. Niyə? Elə. İmtahandan çıxan kim ilk işin nə olacaq? Bilmiyorum. Mən deyim nə olacaq? Telefonuna götürsən, sualların şəkil çəkirsən, mənə göndərsən, baxıram suallara. Kimə gedəcəksən? Bəli. Edəkdən gedəcəksən. Bunu bacaracaqsan, internetin var sənin. Bəli. Ha, səndən onu da gözləyirəm, yaxşı? Yaxşı. Baxar gönlünüzə suallar çıxır, uşaqlar da görsünlər işləsindən. Amma gecikmədən, çıxan kimi göndərsən. Yaxşı mənim. Hə, belə. Sual cavab üçün uyğunsanmı? Xeyr. Yaxşı, sən həm də həyəcanlısan. Bəs ümumiyyətlə, bu belə deyək də, öz bazar günü imtahanı necə yazdın? Belə yaxşı ortayam. Məsələn, indi təxminən nə qədər hesablamısan? Təxminən 25 dənə ədəbiyyat yazmışam, amma heç bir önəmi yoxdur onsuz da. Niyə? Sonra çünki yəni coğrafiya olsa dinlənsə də onsuz da. 25 dənə ədəbiyyat yapmışsın. Allah kimi olmuş. Sən ədəbiyyat sürpüsən də, sən coğrafiya nə işin var? Mənim 20 Azərbaycan ədəbiyyat asan düşübdü 3-cü qruplarda. Yaxşı, bəs həqiqətən də deyirlər. Bəs Azərbaycan dilindən tarix, təbii tarix yəqin bilirəm aşağı yuxarı. 23 dənə yazmışam, tarixdən amma 20-dən aşağı. 20-dən aşağı. Onda sən əməli başqa şey balayımsan ki, elə öz Bəli, biri orta mənim. 25 ədəbiyyat, 23 Azərbaycan dili və 20 artıq 18 falan var mı tarix? 17. 17 təxminən olur da 250 plus olur məncə. Bəli, olur. Olur. Buraxışın nə qədər idi? Amma 200-dən aşağı idi. Nə 150 falan var mı? Bəli. 150. 400 plusun var da belə deyil. Amma nə olsun ki, ədəbiyyatdan heç bir önəmi yoxdur da. Bir 80 falan bal eləyir, o da silinənsə də. Hə, sən amma istədiyin ixtisas tezə istiqamətində belə başa düşdün. Bəli, İnşallah xeyirlisi olsun. çox sağ olun. Hə, belə. Və səndən xoş xəbər gözləyirəm. İnşallah. Telefonu kimdə olacaq? Valideynində olacaq yəqin ki. Bəli, Bir saatda inşallah sən gedəcəm. yaxşı. Mən onsuz da çox da yaxşı ədəbiyyat istəyirəm. Silim gərək cavablar göndərəndə. Kitabçanın sizə gərək cavabları sizə göndərəndə silim. Yox, niyə? Nə var burada? Sən zaten qısa müddət oxumusan, nə bacarırsan onu yazacaqsan. Burada eyb bir şey yox, narahat olma. Yaxşı. İkincisi hazırlaşma fikrin var mı bəs? Bilmirəm. Xeyrsiniz. Bir ara sinifdən bağdan aşağı. Yaxşı. Aha, sonra deməli bu belə.